həmişə onun yerdəki sürəti nə olacaq uşaqlar? 0 olacaq. Demək bu irəli V ilə gedirsə, demək burada nə olur fırlanması? Əksinə. Onda bu necə fırlanır? Saat əqrəbinin əksinə. Bəs B-də sürət nə olacaq? B-də isə həm irəliləməsi irəli, saat əqrəbinin saat əqrəbi istiqamətində fırlanırsa, buradakı sürət də irəli olacaq. Həm fırlanması irəli, həm irəli hərəkətini də göstərdik. Hər yerdə irəli hərəkəti bilirsiniz ki. Onda V-nın dedik 0 olur yerdəki sürət. Onda VB-də 2 dənə V-dən nə olacaq? Bəli, 2V eləyəcək. Zəhmət olmasa 12 nömrəli suala baxın. Mən yazın deyəndə yazarsınız. Başa düşdünüz 11-i? Başa düşməyən varsa səsi atsın desin. Hı -hı. 12'ye baxın. Uşaqlar yazın 12'ni. Dedim. Gəlin mən yazım. Deyir ki, eri verir, həmişə veriliriniz olsun uşaqlar. 10 saniyə verilir şərti yazmaqla heç nə itirmirsiniz. Nə qədər məsələni geniş şəkildə gözünüzün önündə canlandırırsınız, o qədər daha yaxşı yazarsınız, keyfiyyətli yazarsınız. Unutmayın. 51 bərabərdir 0.4 metr. V bərabərdir 60-a. Pi bərabərdir 3-ə, T də bərabərdir 10-a. N bərabərdir sual. Düstur nə idi? V bərabərdir 2 pi r-n bölünsün t-yə. Buradan n-i tapsaq nə olacaq? V t bölünsün 2 pi r-ə. Aha, gəl tapaq. V neçədir? 60. Zaman neçədir uşaqlar? 10 saniyə. 2 vurulsun 3 vurulsun r neçədir? 0.4. Aha. 2, 3, 10. 100'ü də böləndə bəli. D yazanlar. D yazmışdınız da deyəsən hamınız. Hə, düz yazıblar. 250. Aferin sizə. 13 nömrəli məsələ. 13 nömrəli məsələ üçün çox fikirləşməyə icazə verməyəcəm. Çünki bayaqdan buna elə gəlirik. Bir 5 saniyə sonra kifayət edir. Deyəsən mən şeyi bağlamışam. Hə? Heç kim emoji falan istifadə edə bilmir. Səhv etmirəmsə. Yoxsa eləmək olur. Ancaq əl qaldırını istifadə etmək olur. Hə? Öğretmenim beni atmak olur mu? Hə? Mən onu dondurmuşdum çünki. Ay yok atmak olmur. Ha, Ah. basıram üstüne olmur. Hə. Hə, onu bacarmışam. Keçən dəfə çox şikayətləndim. 13-də baxın. Məndə problem yox idi. Siz özünüz şikayət edirsiniz. Çıxartmalı şey ödəməli oldu. Yazın onu. Omega 1, 2, 3. Bəli, bəli. N-lər eyni, T-lər eyni. Bu omega nəyi var ki, nəyi də sabit qalmasın, dəyişsin. 2'si eyni, P'si eyni, T'si də eyni. Düzdür. 14'ə baxırıq. Kim başa düşmədi 13'ü? İzah edəmədim də qısa konkret keçdim. Çünki ona aid 100-dən izah eləmişdim deyə bayaqdan. Dedim başa düşmüş olarsınız. Ya da kim başa düşmürsə yenə başa salın, fərq yoxdur. 14'ə baxın onda. Yazın demirəm, baxın deyirəm Lalə. İndi yazın 14'ü. A, D, D, A. D. Aynen D arasında qalıblar. A, B də yazan var. Gəlin baxaq. Deyir ki, bir nöqtəsinin dövrətmə tezliyi n-dirsə, 3 nöqtəsinki n-ir sual. Uşaqlar, n1 nədirsə, n2 də ona bərabərdirmi? Bəli, bərabərdir. Çünki bunlar mərkəzləri eyni olan disklərdir. Aha.
Amma N3 ilə N2 arasında elə bir şey deyə bilmərik. N3 ilə N2-nin V-ləri eynidir. V3 bərabərdir V2-yə. İndi gəlin yazaq. V3 üçün yazsam 2pi R3 R deyib 2pi R. Bura N3-də yazım. Vurulsun. 2pi R2 neçə R deyib 2R vurulsun nəyə? N2-yə. Düzdür? Aha, bunlar getdi. Bunlar getdi. Getdi. Qaldı N3 bərabərdir. 2 vurulsun N2 də nədir? 2 ilə. Siz nə yazmışdınız? Cavab eləyir D variantı. Müəllimə, zəhmət olmasa o düstur yerin bir də başa salardınız da. Bəli, bəli. V bərabərdir. Düstur belədir. Bax, 2pi R N. V ilə baxırsan ki, burada V1 üçün belə yazacağam. Tutaq ki, V2 üçün də yazanda yenə yazacağam. 2pi R N. V1 ilə V2 eyni olsalar da, bunların R-lərinin N-ləri eyni deyil. Bəli. Aha. Sonra yenə əvəzləmədə gətirib burada yerinə qoyum, qoy. Sonra yerinə qoyanda görürəm ki, bir dəqiqə. Yerinə qoyanda 2 pilər ixtisar gedir. Düzdür? Qalır nə? R1 N1 bərabərdir R2 N2-yə. Yəni mən rəqəmlə yerinə yazsam bura R2 deməli idim. Burada nə deməli idim? Üçüncü olduğu üçün R3. R2 oldu nə? 2R. Düzdür? N2 nə oldu? N1-ə N demişdiksə N2 də N-dir. R3 nə idi? R. N3 nə idi? Bilmirəm. İndi N-lər də ixtisar getdi. N3 oldu neçə N? 2 N-ə. Daha belədir D variantı. Dəməz. Sonra 15. Orada cavab dedi. Ha, mən bayaq C-ni niyə dairəyə almışam, bilmirəm. Cavab dedi. Həll eləmişəm. Halim biraz yukarı gelsin. Ha, buyurun. Yazın uşaqlar, zəhmət olmasa cavabları. Bir baxım görüm nə yapsın. A, C, A. Əslində hər mövzu üzrə quizi 90-95% bu sualları məndən bir düz işləyən, yəni 1 səhv, 2 səhv eləyən, demək olar ki, ortalama ümumi sınaqdan 1-2 səhv, 3 səhv eləyə bilər. Hər mövzudan neçə faiz bilirsinizsə, ortalama da gəlib, yəni eyni faizə çıxır da. Aha, indi bunu izah edeyim mən. Nə deyir burada? Deyir, A verib, V verib. Düzdür, amma A V-dən kvadratik asılıdır. Demək, hansı radius nədir? Konstant da. Düzdür, ons verilmiş radius deyir də. Burada da yenə də dedim. Kvadratikdirsə, R konstant. Yəni, R-in sabit qiymətidir. İndi bizdən R-i soruşur. O hansı düsturdur V ilə kvadratik olan? V kvadratı R. R-i tapıramsa, V kvadratı nə edirəm aya? Bölürəm. V-nin kvadratı 2-nin kvadratı neçə edir? 4. A neçə edir? 8. 4-ü 8-ə bölünən neçə edir? 0.5. Afərin. Hər biriniz düz tapmısınız. 16-nı yazın. Yazın görüm 16-nı. Bəli. Rəqəmin vahidi yoxdur. Dövr. Bəli. Gəldik 17-yə. Buyurun 17-ni yazın. Ya yazmayın, yox, fikirləşin. Üzr istəyirəm. Özünüzdə fikirləşin. Bizə nə verib? R bərabərdir 6. V bərabərdir 12. Bizdən nəyi soruşur? A-nı. İndi yazın cavabı uşaqlar. V kvadratı böl R bəli 144-ü böləcəm 6-ya. Sizin riyaziyyatınıza güvənib bəli deyirik 24 və düz deyirik. 18-i fikirləşin, mən yazın yerində yazarsınız. 17-ni başa düşməyən oldu.
Yazın 18'i. Hı hı. 48. Biri 48 yazdı. Görsəm bilər də onun üçün yazdı. Yoxsa izahlar var. 4'te 1. Aha. Hı. 4'te 1 yazanlar periodları deyəsən nəzərə almayıblar. Elə götürüblər əqrəb nisbətini aparıb bizə yazıblar 4'te 1. Amma bu saat əqrəbi deyir, dəqiqə əqrəbi deyir. Deməli, saat əqrəbi dəqiqə əqrəbindən nədir uşaqlar? Bir də yaxınlaşdırım bunu. Aha. Saat əqrəbi dəqiqə əqrəbindən 4 dəfə qısadır. Onda dəqiqə əqrəbi saatdan 4 dəfə nədir? Uzundur. Düzdür? Dəqiqə əqrəbinin nəyi var? Periodu var. Neçə dəqiqə dəqiqə əqrəbinin periodu? 60 dəqiqə. 1 saat. Böyük saatla hesablayım. O nisbət aparacam. Saat əqrəbinin nədir uşaqlar? Tez saat nə qədərdir? 12 saat. Bəli. İndi V dəqiqə bölünsün V saat bərabər nəyə? T saat bölünsün T dəqiqə vurulsun R dəqiqə bölünsün R saat. Aha. R saatı yazmışam 4 R, yəni saat dəqiqə. T saat da 12 bölünsün R vurulsun T. T'lər ixtisar getdi qaldı nə? 48. Kim başa düşmədi? Bir də izah edeyim. Yenidən zəhləniz də. Hə? Zəhmət olmasa yenidən izah edərdiniz. Yaxşı. Deməli, bu məsələni yazmaq üçün, bax, bunları başa düşdün, R dəqiqə 4 dəfə, T saatı, T dəqiqə. Bəli. Hə, qoy bunu silim, düsturu uzun yazım, başa düşəcəksiniz sonda. Dəqiqə. Deməli, burada aha. V-ni yerinə yazsam, mən periodları da bilirəm, yazmalıydım da. Period olan düstur yazdım. Yazdım ki, 2pi V dəqiqə üçün yazıram. 2pi R dəqiqə bölünsün T dəqiqə. Düzdür? Bunu saat üçün yazsam, V saat bərabərdir 2pi R saat böl nəyə? T saata. İndi mən V dəqiqəni V saata bölsəm, buradasınız. Baxıram ki, V ilə R necə asılıdır? Düz. Onda nisbəti düz götürəcəm. V ilə T necə asılıdır? Tərs. Onda dəqiqənin adı nədir? Periodunu onun digərinin kəsirinə, digərinki isə onun sürətinə yazdım. T saat tərs asılıdır axı. Gördünüz? Bu şəkildə. Oldu R dəqiqə nə oldu? 2R 4 dəfə. Ondan 4 dəfə qısaltsa, demək dəqiqə də saatdan 4 dəfə uzundur. 4 vurulsun R saat, bölünsün R saat. Saatınki dediyi 12, dəqiqənci də 1 saat. 4 12 vuranda 48. Başa düşdünüz? Bəli. Xeyr, müəllimə. Aha, bax, bayaqki o şərti başa düşdünüz, silmişəm oranı. Şərtdə deyirdi ki, V dəqiqə saat dəqiqədən 4 dəfə qısaltsa, onda dəqiqə əqrəbinin radiusu saatdan nədir? 4 dəfə uzundur, düzdür? Başa düşdün buranı? Aydan idi, kim idi səsi açdı? Kim idi başa Müəllimə, düşməyən? xeyr. Bax, şərt nə deyir? Deyir ki, saat əqrəbi dəqiqə əqrəbindən 4 dəfə qısadır. Düzdür? Nə deməkdir? Saat əqrəbinin nəyi qısa ola bilər dəqiqə əqrəbindən? Radiusu da, düzdür? Deməli, həmin bu əqrəbdə o radius rolunu oynayır da. Saatda bax, saatın bu dəqiqə əqrəbləri var. Bunlar onun radius rolunu oynayır da, düzdür? Bildin bunu? Mən başa düşdüm. Aha. Deməli, yazacağam ki, onda saat əqrəbi dəqiqə əqrəbindən 4 dəfə qısaltsa, onda yazacağam R dəqiqə bərabərdir 4R saat. V-ləri soruşur məndən və saat əqrəbi dəqiqə əqrəbidir. Bunların bir də nəyi var? Periodu. Saat əqrəbinin dövr etmə periodu nə qədərdir? 12 saat. Dəqiqə əqrəbinin dövr etmə periodu nə qədərdir? 1 saat. Və dəqiqə üçün yerinə yazanda düsturu yazıram ki, 2pi, burada bax, burada yazmışam. Bir dəqiqə.
2 pi, bax burada yazmışam. R dəqiqə bölünsün T dəqiqə. Saat üçündə yazanda burada yazmışam. 2 pi R saat bölünsün T saat. Baxıram ki, V dəqiqəni V saata bölsək, 2 pilər eynidir, ixtisar gedəcək. V ilə R dəqiqə radius necə asılıdır? Düz. Sürətdə olanda düz olur. Məxrəclə həmişə cavabımız tərs asılıdır. Yəni qismət məxrəclə tərs asılıdır, belə deyə bilərəm. Ya da ki, bölünənlə qismət tərs asılıdır, belə də deyə bilərsən. İndi bax, dəqiqə ilə T dəqiqə tərs asılıdırsa, nisbət aparanda R dəqiqə bölünsün R saat yazıram. V ilə T tərs asılıdır deyə V dəqiqənin harasında məxrəcinə T dəqiqə və saatın da məxrəcinə yazanda qalxacaq sürətə. T saat. Buradan da nisbəti alırıq yerinə qoyub. Belə. 19-a baxın zəhmət olmasa. Müəllim görünmür. Görünmür. Üstünə belə ağ belə xətt düşüb. Hə, Olmaz. düzəldim. 19-u böl. Uşaqlar yazın 19-u. Bəli uşaqlar, düz yazmısınız. Bu da elə bil ki, bir növ nəyin rolunu oynayır? Bu da o rol oynayır ki, mərkəzləri eyni olan çevrələrin rolunu oynayır. Ona görə də burada nədir? 4, 5 müxtəlifdir. Eyni olsun desəydi, onda götürəcəkdik. Burada da val dəyişir. Çünki radiusları baxın. Ay bir dəqiqə. Hə. Radiusları buranın radiusundan buranın radiusu eynidir. Məsəl üçün, burada bir yazsaq, o B ilə O-a. Radius fərqli deyə bunların xətti sürətindən təcili fərqli olacaq. 20-yə baxalım. Sonuncu sualımızdır. Yazın uşaqlar 20-ni. Yaza bilərsiniz. Elə yox da bir dəfəyə yazın da. Mən belə başa düşməyəcəm. Baxın. 1A, 2, 3C, 1A, 2B, 3C, A, B, C. Aha. Nə deyir mənə? Xətti sürət. A ilə B-nin xətti sürətləri nədir? Eynidir. Bəli. İnterim işləmirdi. Hə, heç nə olmaz. Deməli, sonra mərkəzi qaçma təcili. Mərkəzi qaçma təcili xətti eynidirsə, A bərabərdir V kvadratı böl R-dən baxa bilərəm. Baxıram ki, A ilə R necə asılıdır? Tərs asılıdır. Demək, radiusu böyük olanın təcili kiçik, radiusu kiçik olanın təcili böyükdür. Burada radiuslar 2 dəfə BA-dan böyükdürsə, onda təcil tərs asılı olaraq A-nın təcili B-dən nədir? 2 dəfə böyükdür. Fırlanma periodu. İndi yenə V-lər eynidirsə, V-nin hansı düsturuna baxacağım? 2 pi r böl T. Buradan T-ni tapsam nə olacaq? 2 pi r böl V. Baxıram ki, T ilə R necə asılıdır? Düz asılıdır. Çünki xətti sürətlər yenə eynidir. B-nin radiusu 2 dəfə böyük olduğu üçün B-nin periodu da bəli, A-dan nə olacaq? 2 dəfə böyük olacaq. Və də A nöqtəsininki B-dən 2 dəfə kiçik olacaq. Bəli, düzdür. Hər biriniz Müəllim, burada düzəltin. yazan var. Yazıblar İndi ki, baxın. mən yeniyəm, anlamadım. O xəttləri göstərə bilərsiniz bir də. Hansı xətt Yəni deyil? Hüseyn yazıb. Hansı sual Bilmirəm deyil? neçə. Başa Bu sual hansı deyil. sual? Hansı sual deyil, bilmirəm. Müəllim, burada çevirən üstünə şey çəkmişsə, belə yumru çevir, Hə, dairə, onu deyir. bunu elə belə göstərmişəm orada işarəndə. Yəni A nöqtəsi budur, B nöqtəsi budur. Elə bir şey deməmişəm. Demişəm A nöqtəsi budur, B nöqtəsi də budur. A ilə B qayışlı ötürmədir. Qayışlı ötürmədə V-lər eynidir. V-lər eyni gəlir. Bax, gəlir, qayış, gedir. Sən velosipetin pedalını hansı sürətlə fırlatsan, təkər də o sürətlə gedəcək. Bunun VA-sı VB ilə nə olacaq? Eyni olacaq.
Daha doğrusu velosipetin elə bir təkərindən pedalını fırladanda o zəncirə nə deyirsiniz deyə arxadan gəlir fırlanıb keçir. Bax, eyni sürətlə gedir. Yadımdan çıxdı, tros deyirsiniz, nə deyirsiniz? Deməli, xətti sürəti müqayisə edirik xətti sürəti. Dedim axı, xətti sürətlər nədir? Eynidir. Mərkəzi qaçma təcilini A ilə A bərabərdir. Elə biz müqayisə edəndə həmişə elə bir müqayisə eləməliyik ki, orada cəmiyyətin biri sabit qalsın, digərindən asılığa baxaq. Xətti sürət eynidirsə, A ilə R necə asılı olacaq? Tərs asılı olacaq. Onda B-nin radiusu A-dan 2 dəfə böyüksə, B-nin təcili də A-dan nə olacaq? 2 dəfə kiçik olacaq, tərs asılıdır deyə. Fırlanma periodu isə düstura bax, V bərabərdir 2 pi r böl T yazdım. V ilə R düz asılı olduğu üçün, daha doğrusu T-ni oradan tapanda 2 pi r böl V yazdım. T ilə R düz asılı olduğu üçün oldu ki, A nöqtəsində periodu B-dən 2 dəfə kiçikdir. Belə. Dərsin kaydı bilmirəm. İndi sizə söz bir məsələ demişdim, onu izah edəcəm. Bir məsələ. Qoy baxım, burada. Yox, bu deyil. Bir dənə şəkildə gətirirəm. Uşaqlar, şəkli mənə kimsə şəxsidə ata bilər, oradakı uranı silinib məndə. Ata bilərsiniz şəxsidə kimsə. Tapamadım, silinibdir telefonu. Gəlmədi. Yaxşı onda. Müəllim, Uran olan o 18, yox, 17, bəli. 230 odur. Hə. 2 dənə məsəl şəkli idi. Ata bilərsən? Bir dəqiqə atıram. Hə, at mənə. Qoy bura düşsün, saxlayım. İzah edeyim. Aha, çox sağ olun. Sizə sağ olun. Saxlayın. Saxlayın. Hamı saxlayın, görmürəm. Hə. Qoy bura gətireyim uşaqlar. Deməli, şəklin biri. Qoy şəkli zada hazırlayayım. Biri budur. Biri də budur. Udarsın. Ekranı paylaşın. Davam et. Tək proqram. Bəli. Görürsünüz ekranı. İzotopdan danışır. Hamı Bəli. görür. Aha, Mənim sadəcə bu sualı izah edəcəksiniz. 2 dənə sualı, bəli. Bunları atmışdım, izah eləməmişdim də. Bir bu, bir də hansı mövzu? Pardon. Mövzu oldu. Çevrəni izah elədim. Hə, bildim. Tamam. Deməli, qalır növbət dəfə Newton. İndi birazdan çalışacağım ki, biraz mövzu keçək, hələ asta-asta. Sonra 2-2 izah edəcəm. Belə, narahat olmayın, iyuna qədər hamısına baxacağıq. Radioaktiv deyə çevrilmə şüalandırarsın. Uşaqlar, şüalandırmaq nə deməkdir? Şüalandırırsa bu bir növ enerji verir də parçalanır. Belə başa düşə bilərsiniz. Baxın. Burada gəlin. İndi bu 92, 237 verir, şüalandırır. Burada gələcək, nə olacaq? 2 helium 4, 1 alfa, üstə gəl nə? Alfa zərrəcik bilirsiniz də helium seridir. Üstə gəl beta nə idi uşaqlar? Elektrik, Nötron seri, bəli. İndi mənim bu alacağım Y-im görək nə olacaq? 2, 1. Biri getdi, düzdür? 92 buradaydı. Düzdürmü? Hə? 2, 2 vur 1. Nədir? Burada 2 idi. Üstə gəl. 2-ni 1-ə vuranda nə olacaq? Mənfi 2. Nə oldu? 0. Demək elə burada neçə idisə burada da 92 olsun deyə bura nə yazacaq?
92. Gördünüz? Sonra bu tərəfdə 237 var. Bu tərəfdə isə 4 var. Cəm 237 olsun deyə bu neçəymiş onda? 233 imiş də, 33. düzdürmü? Bəli. Vəsə bu da mənim reaksiyam. Onsuz 2 ilə 0 vuranda 0. Prosta burada fikir verəcəyiniz şey əmsalı, yəni önündəkini mütləq Z-də də vurmaq lazımdır. 2 vur -1-ə. Bu belə. 92 İndi- necə izah edə bilərsiniz? O aşağıda. 92. Aşağıda nə 92. təmin Bax. Alfa zərrəci helyum selidir, düzdür? Bax 2 yazdım. Uşaqlandırdı deyə sağ tərəfə yazdım helyum selini, bettanı, yəni reaksiyadan alınandan sonra. Bu 2, bu da elektron selidir, betta 0 -1. Yenə 0 -1 yazmışam. İndi yazıram. İndi birinci bu Y-in indeksini tapmaq istəyirəmsə, bura baxıram. Bərabər